Mənim oğlum manyak, narkoman, gəlib onun qızını məhv eləyəndə Maarif nə deyəcək? Mən hirsləndirmişəm, məni vururlar, məni döyürlər. Başa düşürsünüzmü? Azərbaycan Kinematografçılar İttifaqında FA Production Advesting and Media təqdimatı ilə il dönümü qısa metrajlı film təqdim olundu. Filmin rejissoru Oleg Namazov və digər qonaqlar fərqli fikirləri ilə çıxış etdilər. Şiddətə dözmək lazım deyil. İlk gündən Boşanmaq lazımdır. Boşanmaq, çıxmaq, getmək. İkinci dəfə də getmək lazımdır. İkinci dəfə getmək lazımdır, sonra bizim Azərbaycanda nə deyirlər ona? Bu dəfə kişini döymək lazımdır. Rusiya kimi üçüncü dəfəni gözləsək ki, onda xoşbaxt olacağıq. Tabakov deyir də ki, deyir ki, bir dəfə trenirovçini bırak, birində trenirovka edirik, ikincisində gedirik. Bu Rus qızlarına bəlkə də olar. Karaçinsev kimi gözəl oğlan 2 dəfə 70 qız almışdı, xoşbaxt yaşayırlar. O bizdə getmir, o bizdə alınmır. Mən nəsə eləmişəm ki, mən hirsləndirmişəm, məni vururlar, məni döyürlər. Başa düşürsünüzmü? Люди должны узнать друг друга. Они должны встречаться, чтобы знать, понимаете? Психопата все равно видно, это сразу видно. Даже ребенок понимает, что такое психопат. То есть люди должны общаться и встречаться. Тот же самый папа, который идет, потом забивает гвоздями туфли, наверняка не разрешил своей дочке встречаться и узнать человека. Нельзя. Вот именно, вы правы. Нельзя, ни в коем случае. Это невозможно. Как? Что скажут соседи? А когда дочка приходит и остается на всю жизнь несчастная, соседи ничего не говорят, да? Ну вот Иратхан правильно сказал, люди, конечно, должны друг друга узнавать в нашем обществе. Если вернемся к нашему обществу. Эта тема очень актуальная и глобальная. Причина в чем? Vоспитание. Yani burada rejissorlardan müəyyən detallarla filmin mahiyyətini çatdırır. O çaşqanın özü, o Ruslarda deyir, çaşqa terpeniya. Mənim oğlum manyak, narkoman, gəlib onun qızını məhv eləyəndə Maarif nə deyəcək? Qapı bağlı, içəridə mən onu döyürəm. O deyir vaspitaniyada. Hansı vaspitaniya? Mənim oğlum tərbiyəsiz, nə bilim, manyak olub. Мы очень хороший народ, очень хороший народ. У нас столько есть традиций хороших. За рубеж взяла у нас все это хорошее, и сейчас они там живут, показывают, даже пример опять-таки России, да? Но мы так быстро, как губка, берем плохое оттуда. Cəmiyyətin münasibəti həm qadına, ümumiyyətlə atanın qızına, ərin öz yoldaşına dəyişməlidir. Burada çox dərin psixoloji momentlər var idi deyə. Ona görə mən düşünürəm ki, filmin əsas məqsədi, yəni nə idisə məqsəd çatdırmaq, o əldə nail olundu ona və düşünürəm ki, filmin davamı çəkilməlidir. Вот мужчина, как воспитываются мужчины? Детский сад – это женщина, школа – это женщина-учительница. Дома сидит мать, бабушка. И что получается? Где ему искать? Где ему понимать модель? Отец на работе. Где ему понять модель мужского vоспитания? Bu filmin ideyası hardan əmələ gəlir? Идея Галипти, мне встречались в разных публикациях, мне встречались такие, значит, случаи, когда была вопиющая несправедливость. Когда человек, облаченный рангом, офицер полиции, предположим, да, совершал насилие по отношению к своей жене, и она не могла ничего сделать. Мог даже убить ее и остался безнаказанным. Разные такие были варианты. И вот такие сыночки, которые вот тоже безнаказанно уходят от наказания. И вот на основе этого я хотел сделать фильм, и я сделал это.